Ellerine sağlık. Hadrutda bir həftəmiz necə keçdi sizlərlə bölüşürəm. Dolu-dolu bir həftə keçirdik. İstədim ki, bunu sizlərlə də bölüşüm. Həftəmizin ilk günündən sizləri salamlayıram. Gözəl bir səhər yeməyi ilə günümüzə başlayırıq. Həftənin sonuna qədər çox maraqlı hadisələr oldu. Videonu sona qədər izləsəniz hər birindən xəbərdar olacaqsınız. Vloqlarımız sizin üçün maraqlıdırsa, bəyənib bu kimi videoların davamı üçün kanalımıza abunə olsanız çox sevinərəm. İzlədiyiniz üçün indidən hər birinizə təşəkkür edirəm. Sabahınız xeyirli uğurlu, gününüz xoş geçsin. Bugün təndirə çörək bişiririk. Həyatda ən sevdiyim bir, belə deyim də, məşğuliyyətdir. Düzdür, özüm bacarmıram. Qonşumuz gilə aparacaq, orada bişirəcək. Onların qəşəng təndirxanası var. Mən də xamuru, hər bir şeyi evdə hazırlayıb, o qabaqki arvadlar kimi başıma qoyub aparacağam orada pişirməyə. Hətta bugün başqa bir şey də hazırlayacağam. İndi onu digər storydə bölüşəcəm. Qarabağa aid bir şirniyyatdır. Həyətdə iş gedir. Orada kolluq var idi. O kolluğu təmiz topalarını dağıdıb. Yavaş-yavaş başlayırıq. Oraları səliqəyə salmağa. Sitka çəkəcəyik inşallah.
Gözəl süfrə açacam. Üşüyür bu. Əllərinə sağlıq. Adam yürür də bir şey. Tövbümüzü etməyib. Buralara tez qəşəng güllər əkdim, hansı ki gələcək sürpriz qonağımız üçün. Hələ yarısı da qaldı, əkə bilmədim. Birə bir gül əkdim. Xırda-xırda bunları əkdim. Yenə də çox yeri yığışdıra bilmədim. Deyəsiniz ki, bu qonaq kimdir? Belə sən bundan ötürü gül çiçək əkirsən. İndi inşallah ki paylaşacağam. Sürprizdir dediyim kimi. Belə qəşəng sarmaşıq da gətirdim. Bunun kökü var. İndi əkməyəcəm. Bunu indi qoyuram burada. Qonağım gedəndən sonra götürüb qoyacağam içəri. Torpaqda qalsın. Sonra əkəcəm, çölə qoyacağam. Amma hal-hazırda yox. Yazda hər halda qoyaram çölə. Çünki indi şaxta vurub bir təhər eləyər. Qıraqdan da belə göstərim. Maraqlı görsənir. Qəşəng qapı güllü çiçəkli oldu. Bugün günlərdən toz alma günü elan etdim. Hər gün toz soranlamağına baxmayaraq, yenə də həftədə bir dəfə süpürürəm ki, yaxşı-yaxşı xalça təmizlənsin. Xalçaları süpürəndən sonra keçdim güzgülərə. Güzgüləri, həmçinin şkafları səhifəmdə sizlərlə bölüşdüyüm qarışımla təmizləyirəm. Par-par olur, rahat təmizlənir. Həm hamam otağında istifadə edə bilərsiniz, həmçinin də güzgülər üçün rahat istifadə edə bilərsiniz. Biz evdə peç yandırdığımız üçün demək olar ki, evimiz tez-tez tozlanır. Düzdür, gündəlik lazımi yerləri silməyimə baxmayaraq, yenə də dərindən silmirəm, ona görə də həftədə bir dəfə belə təmizləyirəm. Evin dizaynı ağ və krem rəngidir. Bizim üçün çox çətin olur, çünki peçin hissi bu yerlərə hopur və çətinliklə təmizlənir. Hətta təmizləyə bilmədiyim yerlər var ki, onları Instagram səhifəmdə sizlərlə bölüşəcəm. Məsləhətlərinizi gözləyirəm. Keçid edirəm evi silməyə. Mən biraz vernel tökürəm ki, gözəl qoxu gəlsin. Həmçinin də qap şampunu paketdə iz qoymur və rahat təmizlənir. Mən evləri dəsmalla silirəm. Düşünürəm ki, belə daha təmiz olur. Buranı da təmizlədim. Buranı təmizləmək mənim bir saatımı alır, amma deyir, həqiqətən də pırıl-pırıl olur. Deməli, qızlar, görsünüz necə parıldayır. Bunu necə parıldatdığımı digər storydə bölüşəcəm. Sadəcə 2 ləvazimatla xəşəm necə ərk tutmuşdu. İndi videosunu çəkmişəm, baxarsınız. Yəni, heç nə ilə aparma olmurdu da. Türkdən biraz kılmet falan ki, sürtəm aparam, amma getmədi. Amma o 2 qarışım çox gözəl şəkildə bunları par-par elədi. Bu dəqiqə hər kəsin evində var o məhsul. Yəni 2 dəqiqəyə hazırlayıb təmizləyə bilərsiniz. Bütün qrantlardan da ərpi rahatlıqla apara bilərsiniz. Şöyle də təmizlədim. Burada oldu mis gibi. İndi çıxıram yuxarı. Əslində biraz tərsinə başladım. Aşağıdan başlayıb yuxarı çıxıram. Bilmirəm niyə elə elədim. Düşünürəm ki, bura axşama qalanda yaxşı görmürəm də, yəni təmizliyini falan, amma yuxarını. Yaxın oturum möhtəşəm resept gəlir. Deməli, yarım stəkan ağ sirkəni tökürük spreyli qaba. Hansı ki, başı belə spreyli olur. Üzərinə isə yarım stəkan ilıq su tökürük. Qəşəng qarışdırırıq. Və vururuq ərkli krantın başına. 15 dəqiqə gözləyirik. أنت مولانا فانصرنا على القوم الكافرين بسم الله الرحمن Gözlədiyimiz qonaqlar gəldi, getdi. Qonaqlarımız media nümayəndələri idi. İnşallah ki 3 dənə kanalda veriləcək.
dəqiq adlarını bilmirəm. İnşallah ki, bölüşəcəm sizlə hansı kanallar olacağını. Həmçinin xəbər saytlarında veriləcək, hansı ki, günlük yaşayışımız, danışığımız. Belə deyim, maraqlı bir kadr alındı. Siz də baxarsınız. İnşallah bir həftəyə hər halda hazır olar. Yerləşdirəcəm linkini, baxarsınız. Bu qədər hazırlığım boşa getmədi. Çox gözəl çəkiliş oldu. Tam istədiyim kimi. Maraqlı keçdi. Amma mən heç nə çəkə bilmədim. Onlar çox çəkdilər, mən heç nə çəkə bilmədim. İndi baxacağım, görüm kamerada nələr düşüb. Onları da sizlərlə bölüşəcəm, görüm nələr çəkmişik. Düzünü desəm, bu qədər yəni insanın gələcəyini bilmirdim. Düşünürdüm ya 3, ya 2, ya 4, yəni belə düşünürdüm. Amma təsəvvür edin, 20 nəfərə yaxın gələndə şoka düşdüm. Yaxşı ki, hazıra stəkanlar falan qoymuşduq. Smovar da qaynada bilmədik. Yandırdıq, inanın ki, smovar da yanmadı tərslikdən. Nəm tüstülədi elədi, amma bir tər çəkilişimizi eləyə bildik. Çaylar falan bir tərəfdən də çəkiliş biraz həyəcanlı oldu. Düzün desəm, məsəl üçün mənim üçün düşünürdüm, mənim üçün adi olar deyə, amma olmur. Yəni ücə görsən ki, məsəl belə elə, onu elə, bunu elə deyirlər, istər-istəməz belə deyim də həyəcanlanır insan. Amma maraqlı keçdi, amma belə gözləmirdim. Yəni mən belə olduğunu bilsəydim, daha da çox hazırlıq görərdim. Amma yenə də xeyirlisi. Məncə yenə də qəşəng alındı. İnşallah sizlər də izləyərsiniz, fikirlərinizi bildirərsiniz, görərsiniz necə eləmişəm. Həmzə. Ay sən sonra mən. Aferin. Hadruta möhtəşəm qar yağıb, nağıllar aləminə oxşuyur. Yenə bazar günü statistikaya baxdım. Həqiqətən çox sevindim. 3 sosial şəbəkədə bu qədər artım, bu qədər baxış, milyonların izləməsi, maraq göstərməsi. Mənim paylaşdığım statistika bir aylıq statistikadır və bu çox gözəl bir nəticədir. Bunun üçün hər birinizə təşəkkür edirəm. Yaxşı ki varsınız. Mənim ikinci ailəmsiniz. Və çalışdığım qədər sizə effektiv, maraqlı, sizin istəkləriniz üzrə videolar çəkirəm. Düşünürəm ki, səmimiliyimi hiss edirsiniz. Yazdığınız məsləhətlər, sözlər
həqiqətən mənim üçün hər biri çox dəyərlidir. Yaxşı ki varsınız. Sizdən o qədər şeylər öyrənmişəm. Bir çox şeyləri, yəni demək olar ki, sizlərdən öyrənmişəm. Və məni izləyən orta yaşlı xanımlar, həmçinin məndən yaşlı olan xanımlar hər biri gözəl qızıl məsləhətlər verir. Bunun üçün də şanslıyam. Və ən diqqət elədiyim də videolarımı axıra qədər izləyib bəyənənlər hər birinə tək-tək bu qədər səhifədə insan olmağına baxmayaraq kimlərin daimi məni bəyəndiyini, mənə şərh yazdığını, videolarımı sevərək izlədiyini, hətta hekayələrimdə belə deyim də gözəl sözlər yazmaqları, həmçinin məsləhətlər verməkləri, bunların hər birinə diqqət edirəm. Ən sevdiyim məqamlardan da biri sizinlə söhbət etməkdir. Bəzən istəyirəm ki, saatlarla hər birinizə cavab yazım, mesaj yazım, amma çatdıra bilmirəm. Demək olar ki, gün ərzində 100-200 dənə mesaj gəlir. İstəyirəm hər birinizə cavab yazım. Ona görə də oxuyuram, amma smaliklərlə cavab verirəm. Yenə də hər biriniz mənim üçün dəyərlisiniz. Yaxşı ki varsınız. Buna da diqqət edirəm. Və bundan sonra da çalışacağam sizin istəyiniz üzrə, sizin zövqünüz üzrə çəkilişlərimi davam edeyim. Bu xoşbəxtçiliyi mənə yaşatdığınız üçün hər vaxtınız xeyir. O şkafları təmizlədim. Yuxarını da, aşağını da qəşəng səliqəyə saldım. Artıq nə varsa çıxartdım və kuklaның halı budur. Əgər bir yeri yığışdırıramsa, bütün yerləri dağıdıram. İndi yavaş-yavaş da buraları yığışdıracağım. Qəşəng çöldə də qar yağır. Hava amma soyuq deyil, çox yaxşıdır. Çox adam soruşur ki, evi nə ilə qızdırırsınız? Peçlə qızdırırıq və yəni qəşəng istidir, yəni çox istidir hətta. Belə buraları yığışdırım, qəşəng. İşlərimi bitirmişəm. Dedim biraz kofe içim. Üzü bu evlərə sarı bu dəfə də fərqlilik olsun. Qar əriyir yavaş-yavaş. Evi də yığışdırdım. Tərtəmiz. Çünkü Allah buyuruyor ki ruzini veren benim. 4. Açık ya da gizli hiçbir günaha yakınlaşmayın. Bakın yakınlaşmayın. Bilerek, şuurlu şekilde haramın içine girmeyin. Pisliğin içine girmeyin deyir. Doğru yolun ölçüsü budur. Kim doğru yoldadır? Allah'a şərik qoşmur. Kim doğru yoldadır? Anasına, atasına yaxşılıq edir. Kim doğru yoldadır? Ruzi qorxusuyla övladını öldürmür. Kim doğru yoldadır? Açıq ya da gizli şəkildə günahlara yaxınlaşmır. Bakın 5. özellik gelir. Günahsız insana haklı bir esas olmadan öldürmeyin. Bakın bir insanı haksız yere öldüremezsiniz. Kur'an-ı Kerim'in başka ayası da var. Bilirsiniz. Orada Uca Allah buyuruyor ki bir insanı, günahsız bir insanı öldürmek bütün insanlığı öldürmektir. Yani insan öldürmek, günahsız yere bir insan öldürmek ne kadar büyük bir cinayettir güzel insanlar. Sonra bakın yetimin malına toxunmayın. Hər vaxtınız xeyir olsun. Bayaqdan yuxarıda işləyirəm. Sadəcə sizlə paylaşacağım təmizliyi bitirmədim. Su gəlmirdi. Ona görə qaldı elə paylaşa bilmədim. Dedim düşüm həyətə. Bu toxumu sizdən soruşmuşdum. Sonra araşdırdıq. Qızlar da yazdılar. Sağ olsunlar. Bu çox qəşəng güldü. Həmçinin də heyvanlar üçün xeyirlidir. Yəni toyuq, cücə, nə bilim, mal, heyvan. Yəni bunun otunu yeyəndə hansısa bir vitaminlər var. Onlara belə deyim də yaxşı təsir edir. İndi bunu həm də gül açır. Qəşəng, çox qəşəng gül açır. Bütün buralara səpəcəm sırayla. Qəşəng bitsin. Görsünüz nə gözəl görsənir. Gün çıxıb, qar əriyir, yavaş-yavaş dağlar. Həyətdəyik. Həmzə bəy də çıxartdım ki, biraz havası dəyişsin. Bunu da əkəcəm. Demişdim sizə keçən səfər. Kişniş toxumu ilə şüyüd toxumum var. Spanaq da istəyərdim, amma nə qədər axtarsam da tapa bilmədim. Bir də qızlar, sizlə bir şey məsləhətləşim. O zılx olur da, onu da məsəl üçün göyərtidə istifadə edirlər, yəni bişirəndə göyərtini. Həmçinin də dova falan hazırlayanda səpələmirsə zılx da tökürlər. O zılx hansı ki bizim buçuğundur var ha, onu əkəndə bitən bir şeydir. Yoxsa onun spesial nəsə toxumu olur. Biraz gəzintiyə çıxmışıq. Bu bizim aşağı küçədir. Həmişə yuxarı küçədən gedirdik. İndi bugün də aşağı küçədən gedirik. Ayağımız palçıq, yollar palçıq. İtdən qorxuram, çox gedə bilməyəcəm. Biraz gedib yenə qayıdarıq. Gəzinti edirik biraz yüngülvari. Baxaq görək buralarda nələr var. Burada yaşayış var çoxdur. Amma tanımırıq heç kimi. Dağlarda çiçek derrem satarım, dağlarda çiçek derrem satarım, bir üzü göçek aradan taparım.
Gətirdim evə, günün qabağına qoydum, həm də isti yerdədir. Düşünürəm ki, burada qəşəng bitəcək. Qar o qədər dərin yağıb ki, biraz qapıya qədər yol aça bilmişik. 1 metrə qədər çıxıb demək olar ki. Uy, ay Allah. Ay. Qar töküldü təpəmizə. Bir kez o tökülsen olur. Bunu var. Bu niyə töküldü ki? Ha? Yağın çox yağıb ona görə. Ay, ay, ay. Hə, Orxan. Uy. Həmzənin evcəklərini taxmışam. Onun səlini olmur Həmzənin. Ay. Çünkü Allah buyuruyor ki ruzini veren benim. 4. Açık ya da gizli hiçbir günaha yakınlaşmayın. Bakın yakınlaşmayın. Bilerek, şuurlu şekilde haramın içine girmeyin. Pisliğin içine girmeyin deyir. Doğru yolun ölçüsü budur. Kim doğru yoldadır Allah'a şerik koşmur. Kim doğru yoldadır anasına atasına yakışıklık edir. Kim doğru yoldadır ruzi korkusuyla evladını öldürmür. Kim doğru yoldadır açık ya da gizli şekilde günahlara yakınlaşmır. Bakın 5. özellik gelir. Günahsız insana haklı bir esas olmadan öldürmeyin. Bakın bir insanı haksız yere öldüremezsiniz. Kur'an-ı Kerim'in başka ayası da var. Bilirsiniz. Orada Uca Allah buyuruyor ki bir insanı, günahsız bir insanı öldürmek bütün insanlığı öldürmektir. Yani insan öldürmek, günahsız yere bir insan öldürmek ne kadar büyük bir cinayettir güzel insanlar. Sonra bakın yetimin malına dokunmayın. Vaxtınız xeyir. Həm kətə hazırlayıram, həm də çörək. Daha doğrusu çörəyi hazırlayırdım. Dedim kətə də hazırlayayım. Sevdiyimiz şirniyyatlardandır. Keçən səfər də təndir eləmişdik. Çox qəşəng çıxmışdı. Dediyi elə qar yağıb, yollar da bağlanıb. Marketə getməkdənsə evdə çörəyi özüm hazırlayayım. Əslində belə daha çox sərf eləyir. Oğlum da düzəldi. Yaxşıdır, Allaha şükür. Biraz qarın ağrısı qalıb. İnşallah ki, yəqin o da düzələr.